Salam, Şovməcə verilişi efirdədir. Gülmək, əylənmək istəyən hər bir şəxs bizim verilişi izləyə bilər. Beləliklə, başladıq. Qonaq Allah qonağıdır deyiblər. Ancaq elə insanlar var ki, bu məsələ tamamilə başqa cür etiraz bildirirlər. Qonağı da pis münasibət bəsləyirlər. Belə adama nə deyəsən? Ay dayı, siz evə gec gedəcəksiniz. Nədir ki, barın? Anam dedi ki, sənə yeməyi qonaq gedəndən sonra verəcəm. Siz gec gedəcəksiniz. Yox, bala, mən hələ buradayım. Mən hələ buradayım. Getmirəm. Baba, sənin dişin var. Başın xarab olur. Bir həftə tamam pis olar. Onda mənim çəkislərim qalsın burada. Əlimi yuyub gələm. Yuma ha. Ne yeməli şirniyyatdır. Salam əleykum. Salam, nətərsən? Maşallah, sağlığa qismət. Sən də mənim kimi acından ölənin biriydin. Çörək tap vurdun yeməyə. İndi xarici maşın sürürsən. Mən maraqlı deyil. Nə ilə olmusan sən bunu? Mənə də sirrini öyrət də, qardaşımsan. Miyyənin olsun, bir deyən olmasın. Allah öləniyə rəhmət eləsin. Allah rəhmət eləsin. Mənim papam rəhmətə getmədi. Aha. Onun məclisdən yığılan pullarla getdim aldım da ona maşını. Da heç kəsə demə ha. Xammeri? Hə dana mən nə alacağam? Xammeri dana. Yox durub deyəcəm samolyot almışam. Atonun o yüzündə yığılan pulla. Hə dana, da heç kəsə demə sağ qurban olum. Onda mən getdim. Nə görürsən? Başın xarab olur. Xammer de xammer. Vuş. Siz gizlənpaç oynamısınız. Ancaq sizi inandırım ki, heç vaxt belə gizlənpaç oynamamısınız. Nə də sizə məsləhət görmürəm belə gizlənpaç oynamağı. Budu, yiyərəm bunu. Əzizim, deyirəm bəlkə gizlənpaç oynayaq, hə? Gördüm də gizlən parça oynamağını. Martın biri gizlən parça oynadıq. Yoxa çıxdın. Martın 9-u bir də ortaya çıxdın. Oyun qutardı. Всё. Ayda, mən neyniyəcəm? Qarşıdan da sevgililər gün gəlir. Batdım mən. İnsan mədəniyyətli, tərbiyəli olmalıdır. Bu etika qaydalarına əməl etmək lazımdır. Ancaq əməl etməyənlər də var. Buyurun izləyin. Gəl ayrılaq. Amma mədəni sürətdə. Nə deyirəm ki, tərbiyəyə, etikaya fikir verin. Yaxşı? Yaxşı. Allah səni öldürsün. Allah səni yoxa çıxarsın. Belə get cəhənnəm o yerə get də. Gözümü çıxaydın gedirsən. Yox bir yalvaracam mən sənə. Bayatı olan mənə üçün cəhənnəmə get. Əzizim. Sənə bir şad xəbərim var, bir də bəd xəbərim. Hansı istəyirsən deyinən? Всё, ayrıldıq biz. Qutardı hər şey. Bu şad xəbər idi. Bəd xəbər hansıdır? Götür də, götür bu telefonu. Nalanıyor, salamatçılıqdır. Mən də səni çox istəyirəm. Ha. Gözlə, zəng gəldi, gözlə. Əzizim, sən məni sevirsən? Əlbəttə ki, sevirəm. Doğrudan düz deyirsən? Məni sevirsən? İnanmırsan mənə, heç səni sevməsəydim, o birisi qızı telefonda xəttə saxlayardım. Görürsən ki, sevirəm səni. Çox sağ ol, inandım. Sevənə bir bax. Cəhənnəmə küs. Hə, neyinirsən? Nə bağışlayırsan, xətti göstərsən. Neyinirsən, nə var, nə var?
qonaq çağırmaq adətimizdir. Ancaq qonağı çağıranda da elə vaxt deyirlər ki, qonağın da vaxtı olsun da gəlməyə. Həmin məşğul vaxtda çağırmaq lazım deyil qonağı. Salam əleykum dost. Nəydəsən? Aleyküm İkinci maşı deyil maşı. Neyinisən bugün axşam hardasan? Bikaram, bikarsılıqdır. Bəs sabah hardasan? Sana da bikaram. Hə? Yaxşı, bəs birisi gün hardasan? Birisi gün, qardaş işim çoxdur, işim başımdan daşır. Çox işim var. Olmadı da. Mən də sənə birisi gün qonaq çağırmaq istəyirdim. Qismət də orada sənə qonaq çağırmağım, qismət də orada. Ay xanım, o avtobusda qalan telefon sizindir? Hə. Get avtobusda qalıb telefonun. Birdən avtobus gedər, gecikərsən. Gəlincə telefonumu gətirək. Tezlə, mən nə bilim, tezlə. Salam Melek. Yaxşısan? Yaxşıyam, sağ ol. Sağdan fikir verəm, nə edirsən? Qaçıram. İdman sağlamlığın rəhnidir. Ha, idman edirsən? Bəli. Mənə bildim, hə borcum var, ona görə qaçırsan. Allah eləməsə, qaçıram da işim qaçmaqla keçir. İdman edirsən? Bəli. Qaçaq da, mən də idmancıyam. İndi isə növbədə ulduzlu qonaq rubrikamızdır. Bu rubrikada biz çətin tapşırıqlar verməklə ulduzlu qonağımızı çətin vəziyyətlərə salırıq. Beləliklə ulduzlu qonaq rubrikası efirdədir. Salam hörmətli tamaşaçılar, ulduzlu qonaq rubrikasındasınız siz. Bugünkü ulduzlu qonağımız meyxana ustadı. Neçə tələbələr yetişdirmiş və Baba Pünhan, Mirzə Ələkbər Sabir davamçısı olan satirik şeirləri ilə hamını heyran qoyan meyxana ustadı Vüqar Qobuludur. Vüqar mənim xoş gəlmisiniz. Xoş gününüz olsun. Şou məzə tamaşaçılarına sözünüz. Dəyərli tamaşaçılarımızı salamlayıram. Demək bir dənə Ceyhun müəllim hadisi oldu. Bir də görən bir dənə rəngli qazel, cürbəcür üstündə reklam şəkilli. Getdi qabağa saxladı. Görən düşdü bu maşından, dostu qucaqlaşdı, görüşdük. Şair necəsən, nə var, nə sağ ol. Bəs buradan inirsən, dedim evə gedirəm. Yenə də kəndin adını demədim, dedim evə gedirəm. Dedim mən də şirniyyat paylayıram dükanlara. Maşını da təzə götürmüşəm. Dedim ya inşallah bunun bir çox mübarəkin ayrıca qeyd edərik. Allah qoysa indi inşallah vaxt olar dostlarla səni görüşdürəm. Dedi ki, bəs vaxtın varsa gedək mən ilə. Səni bir dənə qiyamət yeri aparacağam. Bir gedək görək bir qobu kəndini görgünə. Yatmısan qəflətdə, sənin xəbərin yoxdur. Kənd başqa kənddir. Gəldik qardaş, çatdıq dükanlara. Başladı bu şirniyyatı dükanlara bir-bir ötürür. Mən maşından düşmədim ki, məni görənlər deyəcək, şair necəsən, nə var, nə yox. Bu məni tanıyacaq, məsələnin üstə asılacaq. Mənim də hindi yadıma düşür, bir dənə dostum var, zəng eləyim buna. Görüm evdədir yoxsa yox. Dedi, nə yaxşı. Dedi, mən təsadüfən yadıma düşdü. Aralandım biraz bundan. Telefonu götürdüm, zəng elədim buna ki, güya da danışıram. Necə, evdə yoxsan, bağdasan, ustaları işlədirsən, bəs nə vaxt gələcəksən evə? Yəni ki, sən evdə olmasan, mənim nə işim var? Yox, mən ürəklə gedə bilmərəm, sən evdə yoxsan. Özümlə danışıram. Bu da mənə inanır. Bunu yavaş-yavaş alladıb gətirdim evə. Yeməklə bunu çayla doyuzdurdum, televizorda açdım, yaxşı musiqili veriliş gedirdi. Dedim, özümü ver divana, bir dənə də mütəkkə qoydum qolunun altına. Mənə deyirlər, qobullar qonaqpərəst olurlar, inanmırdım. Sən burada olmasaydın, məni ilə təsadüfən, səni bura gətirməsəydin bu kəndə, bəli, öz kəndimi gətirmən. Bəli, nə mənə çörək verən olacaqdı, nə də çay. Dedim, yox qardaş, elə sən düz eşirmişsən, qobullar qonaqpərəst olurlar. Keçdim içəri otağa, əynimi dəyişdim. Qayıtdı ki, sən əyni başımı nöş dəyişsən, mən birazdan gedməyəcəyik evə. Dedim, ay qardaş, mən belə öz evimdir, mən evimdən hansı evə gedməliyəm ki? İndi bu gözlərim döyüb baxır mənə, Hasandan söhbət çatıb buna. Sən qovlusan. Deyirəm, sən neçə dəfə mənimlə məclisdə olmuşsan, bəs bilmirsən mənə. Məndən soruşmamısan, sən qovlusan.
Meyxana ustadı ola, burada meyxanadan söz getməyə, amma burada tam fərqli olacaq. Biz sizə tapşırıqlar verəcəyik və bu tapşırıqlar nədən ibarət Mənim üçün maraqlıdır görək nədir. Bəli. Siz qafiyəni tutacaqsınız və burada yazılan sözləri bir-bir deyəcəyik. Siz o sözlərə uyğun meyxanalar deyəcəksiniz, misralar şəklində. Efirimizə şoməzə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə 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 gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək. Hərdən olur Ceyhun məlim vəlvələ, sən də qoblunu salmısan ged gələ. Allah göstərməsin olar zəlzələ, köhnə binalar gözə gəlsin gərək, köhnə binalar gözə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək. Sözü deyirəm bəzərdə girdə, nəzirlərim kalan qalıbdı pirdə, Samir Bağırov görünmür efirdə, dodaqların büzə-büzə gəlsin gərək, dodaqların büzə-büzə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə 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 gəlsin gərək, meyxana üçün getirmirəm bahane, yazıq canım nə qədər gəlib cəzanə, həmişə düşüb çıxmıram nərdivana, bir gündə şair gözə gəlsin gərək, bir gündə şair gözə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə 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 gəlsin gərək, qurban olun böyük verəm quyruğa, mən özüm də çox gelmişəm qulluğa, bir gün səni də dəvət edim kolluğa, çoxları düşsün izə gəlsin gərək, çoxları düşsün izə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə 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 gəlsin gərək, mənim günüm qalmayıb gün ortaya, gəl səni mən saldırım su ortaya, gəl səni mən yazdırım su ortaya, tumu ələ çırpdıyım atım ortaya, süpürgəsi də gəzə-gəzə gəlsin gərək, süpürgəsi də gəzə-gəzə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, varam sənin Ceyhun keyfi damava, biri solva keçib birisi də sava, ələ ləzzətli dolma qoyum qabağa, 50 sağlıqlar yüzə gəlsin gərək, 50 sağlıqlar yüzə gəlsin gərək, efirimizə şoməzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, hər gələndə qat təzə gəlsin gərək, bilən bilir şairəm sənətkaram, mən məşədi işimdə çox pərkaram, qaş almaqla çox da olmayıb ara, saçlar uzansın dizə gəlsin gərək. Çox sağ olun Vüqar müəllim. Təşəkkür bildirirəm. Gözəl meyxanaya görə. Bildiyiniz kimi meyxana bədahətən olur. Bu sübut oldu. Bildiyiniz kimi biz kağızları göstərməmişdik Vüqar bəyə və o kağızlara uyğun meyxanalardır. Doğrudan da çox çətindir. Ani məqamda meyxana demək. Buyurun Vüqar müəllim. Xüsusən bizim yaxın dostumuz, gözəl insan. Allah ona 100 il ömür versin. Daha artıq yaşasın. Vaqif müəllimə can sağlığı arzulayıram. Çox sağ ol. Ona bundan belə də işlərində nailiyyət arzu edirəm. Biz də təşəkkürümüzü bildiririk Vaqif müəllimə və çox sağ olun Vüqar müəllim. Bununla da Şov Məzənin ulduzlu qonaq rubrikası başa çatır. Gələn həftə görüşənədək. Salamat. Sağ olun, sağ olun. Həyatım, əzizim, dur ışığı söndür Ceyran, dur. Ay mənim romantik sevgilim. Sən necə də romantiksən. Yazı nə romantik? Dur ışığı söndür, ışıq bu yazır.